Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Gəncləri gününə həsr olunmuş Gənclənd Festivalı təşkil olunub. Festival zamanı ölkənin müxtəlif bölgələrindən olan 3000-dən çox gənc bir araya gələrək Gənclər gününü birgə qeyd ediblər. Elektro Event Solda reallaşdırılan festival iştirakçılara yüksək enerjili və əyləncəli proqram təqdim edib. Festivalın açılış mərasimində çıxış edən Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən və gənclərin ölkəmizdəki sosial-iqtisadi və ictimai həyatındakı rolundan bəhs edib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Azərbaycan Gəncləri Günü gəncliyin cəmiyyətdəki rolunu, ölkəmizdə gənclərə verilən dəyəri nümayiş etdirir və bu gün Azərbaycan gəncliyinin qazandığı nailiyyətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir. Festival çərçivəsində baş tutan milli rəqs kompozisiyaları, gənclərin sevimli müğənnilərinin ifasında musiqili çıxışlar, DJ show, interaktiv fəaliyyətlər və viktorinalar iştirakçıların böyük marağına səbəb olub və gün boyu festival məkanında dinamik, yaradıcı və əyləncəli atmosfer müşahidə olunub. Gənclərin pozitiv enerjisi ilə yadda qalan Gənclənd, Gənclər Festivalı Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Böyük Qayıdış Gənclər Təşkilatı, Cavan Gənclər Hərəkatı, gənclərin maarifləndirilməsinə dəstək İctimai Birliyi və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.